Salam əziz şagirdlər, mən Malik Abbasov, Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərə 11-ci sinif buraxılış imtahanı suallarını izah eləyəcəm. Deməli, bu buraxılış imtahanı sualları deyəndə qarşılıq yaranmasın. Bu, yəni Azərbaycan dili dövlət dili kimi, yəni rus sektorunda təhsil alan şagirdlərin buraxılış imtahanı suallarıdır və həmin sualların izahı olacaq. Bu cür videoda izahlarımız üçün, sınağın izahlarımız üçün, həmçinin buraxılış imtahanı, qəbul imtahanı suallarının izahı üçün və video dərslərimiz üçün kanalımıza abunə ola bilərsiniz, yəni daim faydalana bilərsiniz. Ödənişsiz formada bütün izahlarımız olacaq. Başlayaq deməli suallara. Kanala oradan abunə olmağı da unutmayın. Abunə olsanız gözəl olar. Başlayaq. Deməli 1, 2, 3, 4-cü sual bildiyimiz kimi dinləmə mətnidir. Dinləmə mətnində mən dinləmədiyim üçün 1, 2, 3, 4-cü sualları izah edə bilməyəcəm. Onu sizlər dinləyibsiniz və cavablandırıbsınız. Biz başlayacaq 5-ci sualdan. Deməli, 5-ci sualda nədir? Hansı tabes mürəkkəb cümlədə bir fikir digərlər qarşılaşdırılır? Yəni, qarşılaşdırma əlaqəli tabes mürəkkəb cümləni soruşur. Gəlin, baxaq, deməli, 5-ci suala. Güclü qar yağdı, Xınalığa gedən yol bağlandı. Bu, qarşılaşdırma deyil, bu, deməli, səbəbdir. Yəni ki, Xınalığa gedən yolun bağlanmasının səbəbi güclü qar yağmağıdır. Bu, qarşılaşdırma olmayacaq. Keçək B variantına. Küçədən qışqırıq səs gəldi, heç kimə əhəmiyyət vermədi. Biz bura bir dənə amma sözünü artıra bilərik. Amma da artıra bilirsə, deməli, bu qarşılaşdırma olacaq. Küçədən qışqırıq səs gəldi, amma heç kim əhəmiyyət vermədi. Deməli, 5-ci sualda doğru cavabımız olacaq B variantı. Digər variantları da izah edeyim sizin üçün. Deməli, müğənni həzin bir mahnı oxudu, hamı onun səsinə heyran qaldı. Oxuyan zaman heyran qalıblar. Deməli, bu eyni zamanda baş verir, ona görə C variantı da getdi. A da gedibdir, aydın məsələdir. D variantı, dünya bir pəncərədir, hər gələn baxar gedər. Bu, deməli, bu da qarşılaşdırma deyil, çünki bura amma artırmaq da düz deyil. Qarşılaşdırmada nə etməliyik? Biz amma bağlayıcısı artırmalıyıq. E variantı, uşaqlar gah dənizdə çimirdi, gah da biz onları isti quma bastırırdıq. Deməli, bu isə gah da varsa, bunlar da olacaq bölüşdürmə. Deməli, E variantı da getdi. 5-ci sualda doğru cavabımız oldu B variantı. 6-cı suala baxaq. 6-cı sualda deyir ki, hansı cümlədə frazeoloji birləşmə işlənməyib? Bax, test işləyəndə belə şairlərdən istifadə eləyin. Nəyə görə? Çünki işləniblə bəzən işlənməyib uşaqlar diqqətsizlik göstərir və onun nəticəsində də səhv eləmiş olur. Onun üçün bir dənə belə dairəyə alırsınız qəşəngcə. İşlənib yoxsa işlənməyib? İşlənməyib soruşur. Keçək indi variantlara. Anar bu məsələdə dostlarına bel bağlayırdı. Frazeoloji birləşməni soruşur bir də. Bunu da bir dənə dairəyə alaq. Bel bağlamaq deməli nədir? Frazeoloji birləşmədir. Ona görə A variantı getdi. B variantına baxaq. Doğma şəhərimiz gündən-günə abadlaşır. Burada frazeoloji birləşmə yoxdur. Abadlaşmaq həqiqi mənadadır. Frazeoloji birləşmə isə məcazi mənada olmalıdır. 6-cı sualda doğru cavabımız B variantı olacaq. Bir dənə C variantına baxaq. Söz verirdi. Söz vermək də burada frazeoloji birləşmədir. C-də getdi. D variantı acığı tutmaq. Bu da frazeoloji birləşmədir. D-da getdi. E variantına yola düşdü. Bu da frazeoloji birləşmədir. Bu da getdi. Deməli, 6-cı sualda doğru cavabımız oldu B variantı. 7-ci suala baxaq. Həqiqətən doğru sözü zarafatla deyirlər. Cümləsində hansı suala cavab vermir? Hansı suala cavab vermir? Üzr istəyirəm. Biraz intonasiyan fərqli oldu. Deməli, bu cümlədə, verilən cümlədə hansı söz suala cavab vermir? Hansı söz? Burada təbii ki, həqiqətən sözü olacaq. Niyə həqiqətən sözü? Modal söz və yaxud da ara söz deyə bilərik. Bildiyimiz kimi modal sözlər və yaxud da ara sözlər. Bunlar suala cavab verməyən sözlərdir. Deməli, A getdi, B getdi. Doğru cavabımız olacaq C variantı. Təkrar edirəm. Burada həqiqətən sözünü biz nitq hissəsi kimi modal söz götürəcək, sintaks cəhətdən də ara söz götürəcək. Və modal sözlər, yəni nitq hissəsi olaraq modal sözlər və yaxud da sintaks cəhətdən ara sözlər, bunlar suala cavab verməyən sözlərdir. 7-ci sualda doğru cavabımız oldu C variantı. 8-ci suala baxaq. Cümlənin birində feil əmr şəklindədir. Kəsdi, di zamandır, bu olacaq xəbər şəklində. Alın ası arzu şəklidir. Deməli, A ilə B getdi. C variantı oxuya A. Yox, üzr istəyirəm, burada arzu yox. Lazım, sorry. Bu lazımdır, bu da arzudur. Burada malıdır. Mal da vacibdir.
Deməli, A getdi, B getdi, C getdi, D getdi, qaldı E variantı. Oxuyun. Heç bir xüsusi şəkilçi yoxdur və sadəcə şəxs sonluğu var. Ona görə də bu olacaq əmr şəkli. Bax, bununla bağlı əlavə izah edeyim. Deməli, əmr şəklini tapmağın asan yolu nədir? Bax, baxsan ki, lazımın şəkilçisi yoxdur. Arzunun şəkilçisi yoxdur, şərtin şəkilçisi yoxdur, vacibin şəkilçisi yoxdur. Xəbərin göstəricisi nədir? Yəni, xəbər şəklinin xüsusi şəkilçisi yoxdur. Amma göstəricisi nədir? Zaman şəkilçisi. Baxırıq ki, oxuyun sözünə zaman şəkilçisi də yoxdur. Yerdə nə qaldı? Bir dənə əmr şəkli qaldı. Bax, bu cür tapın. Deməli, 8-ci sualda doğru cavabımız oldu. E variantı. Biraz çalışıram sürətli izah edeyim. Həm də ətraflı izah verəm ki, əlavə olaraq da nəsə öyrənmiş olasınız. Bu da müəyyən bir zaman aparmış olur. Amma çalışıram qısa zamanda olsun ki, yorulmayasınız. Deməli, gəldik neçənci suala? 9-cu suala. 9-cu suala baxaq. Fe'li birləşmələri seçin. Yaralanmış quş bu birinci növdə ismi birləşmədir. Getdi. Çiçəklər açılanda, deməli, anda fe'li bağlama tərkibi. Yəni fe'li birləşmə 2. Təzə yeyin bu da birinci növdə ismi birləşmədir. Getdi, yəni fe'li birləşmə deyil. Uzun dəhliz. Bu da birinci növdə, yəni ismi birləşmə. Bu da getdi. Kitab oxumaq. Bu məsdər tərkibidir. Maq var. Deməli 5 olacaq. Yarpaqlar töküldükcə, dıqca şəkilçisi varsa, bu da fe'li bağlamadır. Olacaq 6. Deməli, cavabımız 2, 5, 6 cavabı. 2, 5, 6 da B variantıdır. 9-cu sualda doğru cavabımız oldu B variantı. 10-cu suala baxaq. Verilmiş cümlədə hansı sözlər isimdir? İsim olan tapırıq. Bu sözü əvəzlikdir. Armudu necə sifətdir? Stəkan isim, gümüş isim, qaşıq isim. Mənimdir, bu da əvəzlikdir. Cavabımız 3, 4, 5 olacaq. 3, 4, 5. 3, 4, 5 B variantı. 10-cu sualda doğru cavabımız B variantı oldu. Ola bilsin, sizə gümüş sözü çaşdıra bilər. Yadınızda saxlayın. Deyə bilərsiniz ki, axı gümüş sözü necə suallara cavab verir? Burada gümüş qaşıq necə sualıma cavab verməyə onun sifət olmağı anlamına gəlmir. Yadınızda saxlayın ki, bu söz isimdir, material adı bildirir. Gümüş, qızıl, taxta, dəmir və s. bu tipli sözlər harda görsəniz isim götürün. Yəni sifətin sonuna cavab versə yenə də isim götürün. Sifətin sonuna cavab verəndə sadəcə sifətləşir. Yəni sifətin xüsusiyyətini daşır. Amma sifətləşmək o demək deyil ki, sifət olur. Yenə də isim olaraq qalır. Deməli, 10-cu sualda doğru cavabımız oldu B variantı. 11-ci suala keçirik. Hansı variantda yalnız çoxaltma dərəcəsində olan sifətlər verilmişdir? Xırdaca, xırda sözü və ca ədəti varsa çoxaltma olur. Yup-yumru, p bitişdiricisi var burada. Deməli, oldu. Çoxaltma və burada yamyaşıl m bitişdiricisi var. Bu da oldu çoxaltma. Deməli, 11-ci sualda doğru cavabımız olur A variantı. Bununla bağlı əlavə bir şey deyim. Məsələn, xırdaca sözünü dedik, ca ədəti harda görsəniz, deməli, çoxaltma götürəcəksiniz. Yup-yumru ilə bağlı və yaxud da yamyaşıl ilə bağlı bir dənə izah verim. Bu tipləri tam başa düşəsiniz. Yaşıl sözünü yazaq. Bu bitişdirici samitlərdə necə rahatlıqla tapmaq lazımdır? Sözdə ilk iki hərfi atırıq qabağa, y və a. İki hərfi atdıq mı? Və bura m bitişdiricisini əlavə elədik. Gördüyünüz kimi oldu yamyaşıl. Bax, bu tiplilərdə bu cür üsuldan istifadə edin. Və yaxud da dümdüz sözünə baxaq. Dümdüz. Necə olubdur? D və ü hərfi atılıb qabağa və bu m bitişdiricisindən istifadə olunubdur. 11-ci sualda doğru cavabımız oldu A variantı. 12-ci suala baxaq. Qrammatik normaya uyğun cümlə qurun. Qrammatik normaya uyğun deməli cümləni qurmalıyıq. Baxaq, göydəki nə ola bilər? Çöl quşları, göydəki 1, çöl 5, quşları hardadır? 4, 1, 5, 4, 1, 5, göydəki çöl quşları ətrafa, quşlarının səsi ətrafa yayılmışdır. 3, 6, bəli, 3, 6, qaldı nə? Yayılmışdı xəbəri. Bu da oldu B variantı. 12-ci sualda doğru cavabımız olur B variantı. 13-cü suala baxaq. Hansı cümlədə əks mənalı sözlər işlənmişdir? D variantına baxın. Toxla ad sözü əks mənalıdır. Deməli, 13-də doğru cavabımız olur D variantı. Tox və ad sözləri əks mənalıdır. 14-cü suala baxaq. Hansı sözün tələffüzdə yazışı fərqlənmir? Əlbəttə fərqlənir. Tappıltı fərqlənir. Saqqal fərqlənir. 8 fərqlənir. Qaldı bir dənə D variantı. 14-cü sualda doğru cavabımız oldu D variantı. Keçək mətnə. Təkrar edirəm, 14-də D variantı. Biraz sürətli getdim deyə geri qayıtdım. 2 rəssam. Deməli, burada Tahir nə? Səlim olmalıdır. Bəli, Səlim adlı rəssam haqqında danışılır. İndi keçək bununla bağlı suallara.
Mətnin üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənmişdir? Üzərində rəqəm yazılmış sözlər təcrübələrini bölüşürdülər. Deməli, deməli, təcrübələrini bölüşmək bu məcazi olacaq təbii ki. Sonra baxaq görək harda var başqa. Köklərin birinin dibinə su töküldü. Bu həqiqidir, bu getdi. Su tökmək həqiqi olur. Qabarlı əl qabarlı ola bilər. Bu da həqiqi olur. Keçmiş ömrlü acı günlər. Gün acı ola bilməz. Bu məcazi olacaq. 1-4. 1-4 cavabı harda var? E variantında var. Deməli, 15-ci sualda doğru cavabımız oldu E variantı. 16-cı suala bax. Mətnin əsas ideyasını müəyyənləşdirin. Mətnin əsas ideyası 16-cı sualda doğru cavab olacaq C variantı. Niyə sənətkarlar təkcə problemləri göstərməməli, qəlbdəki ümidi də oyatmalıdır? 16-cı sualda doğru cavabımız olacaq C variantı. Niyə? Çünki mətndə deyir ki, məsələn, Tahir nə edir? Tahir bir kəsilmiş, ağacları kəsilmiş meşə təsvir edibdir rəsm əsərində. Səlim isə qabarlı bir əllər təsvir edibdir. Sadəcə Tahirdə əlavə olaraq nə təsvir eləmişdi? Birdən kötüyün dibindən düzələn fidan. Bax, bunu əlavə təsvir edir. Bu isə gələcəyə ümid verici bir hissədir. Deməli, ona görə də doğru cavab nə olacaq? Sənətkarlar təkcə problemləri göstərməməli, qəlblərdəki ümid də göstərməlidir. Tahir deməli, ağaclar kəsilmiş meşəni həm təsvir edibdir. Bunu təsvir eləmək problemi göstərmiş olur. Və orada kötüyün dibindən düzələn fidanı təsvir eləməklə gələcək ümidi də göstərib. Amma Səlim isə təkcə qabarlı əlləri təsvir eləmişdi. Amma o qabarlı əllərə sahib olan insanın gələcəkdə yaxşı həyata da sahib olacaqmı? Bununla bağlı hər hansısa bir ümid verici şey paylaşmamışdı. Yəni ki, çəkməmişdi daha doğrusu. Deməli, ona görə də mətnin əsas ideyası nədir? Əsas ideyası odur ki, sənətkarlar gələcəyə ümid də verməlidir. Yəni, problemi deyirsə, ümidi də verməlidir. Deməli, 16-cı sualda doğru cavabımız oldu C variantı. 17-ci sualımıza baxaq. 17-ci sualda nə deyir? Doğru fikirlər istəyir. Tahir hansı mövzuda daha çox rəsm çəkirdi? Peyzaj janrında rəsmlər çəkirdi. Bir doğru fikirdir. 2-yə baxaq. Səlim əsərlərində insanların ağrı acısını əks etdirirdi. Bəli, etdirirdi. Doğru fikirdir. Mətnə baxsanız mətndə var. 1-2 ilə başlayan cavabımız B və E variantıdır. A, D, C variantı geçsin. Bax, test işləyən də bir də bu üsuldan istifadə edin. Variantlar çıxmaq üsulundan. 1-2, ya 5 ya da 6-dır. 5-ə bax, hər ikisinin rəsm əsəri təbiətin mühafizəsinə həsr olunmuşdur. Xeyr, Tahirdə təbiətin deməli, mühafizəsindən bağlı idi. Amma Səlimdə isə təbiətin mühafizəsindən bağlı deyildi. Qabarlı əllər təsvir eləmişdi. Onunla bağlı, yəni o təbiətin heç bir əlaqəsi yox idi. Burada isə 5-də, yəni ortaq fikir lazımdır bizə. 5 Tahirə aid oldu. Səlimə aid olmadan öncə 5 səhv fikirdir. 6-ya baxaq. Hər ikisinin əsərində insan obrazı var. Bəli, hər ikisinin əsərində insan obrazı vardı. Tahirdə kötü üstündə oturan bir nəfər qoca kişi olmalı idi, səhv eləmirəmsə. Bir dəqiqə buradaydı hardasa. Yaşlı bir kişi, bəli, bax bura. Altdan xətt çəkdim. Deməli, Tahirdə yaşlı kişi obrazı vardı. Səlimdə də həmçinin qabarlı əllərə sahib olan insan obrazı vardı. Deməli, doğru cavabımız oldu 1, 2, 6, E variantı. 17-ci sualda doğru cavabımız oldu E variantı. Keçək. 18-ci suala. Münsiflər Tahiri nə üçün qalib seçdilər? O əsərində problemlər yanlış gələcək inamı da ifadə etmişdi. Bəli, 18-də A variantı. Tahir həm problemi göstərmişdi, həm də o ağacın kötüyündən bir dənə düzəlməni də göstərməklə gələcəyə inamı da göstərmişdi. Amma Səlimdə bu yox idi. Deməli, 18-ci sualda doğru cavabımız oldu A variantı. 20-ci suala bax. Mətndə tünd qara hərflərə verilmiş sözün izahını müəyyən edin. Tünd qara hərflərə verilmiş söz hansı sözdür? Fidan sözüdür. Başqa var? Yoxdur. Deməli, fidan sözündən bağlı biz baxaq. Ağac və kolların kötüyündən göyərən cavan ağac. Bəli, 19-da doğru cavabımız olacaq A variantı. 20-ci suala baxaq. Mətndə altına xətt çəkilmiş sözün eyni mənada işləndiyi cümləni müəyyən edin. Deməli, eyni mənada olsun. Altına xətt çəkilən söz hansı sözdür? Bir dənə tapaq. İşləyirdi, yerdə işləyirdi. Bax, bura. İndi üstünə dairə çəkmişəm deyə tam bilinmir. Bax, burada bir dənə xətt var, görürsünüz yəni ki. İşləyirdi sözünü deyir. Atam uzun zamanda zavodda işləyirdi. Burada isə deyir ki, hər ikisi bir yerdə işləyirdi. Səlimlə deməli, Tahirin hər ikisinin bir yerdə işlədiyini göstərir və
A variantına yazıb ki, atam uzun zamandır zavodda işləyirdi. Bəli, burada 20-ci suala doğru cavabımız olacaq A variantı. 21-ci suala baxaq. Deməli, mətnin nəticə hissəsini hansı cümlələ tamamlamaq olar? Münsiflərin seçimi ədalətsiz oldu. Xeyr, ədalətsiz deyildir. Səlim rəsm əsərini qabarlı əllər adlandırdı. Bununla bağlı deməli, baxaq görək nəticə hissədə elə bir şey varmı? Xeyr. Bax, nəticə hissə budur. Səlim bir daha, bax, bu hissədən başlayır nəticə hissə. Bura. Bax, bu hissə nəticə hissədir. Darıyalaq mənim. Səlim bir daha Tahirin tablosuna diqqətlə baxdı. Dən baxım, göz sataşdı, nəysə. Gələcəyin inamı ifadə etməlidir. Deməli, A variantı getdi. B variantı Səlim rəsm əsərini qabarlı əllər adlandırdı. Bunun bu nəticə hissənin heç bir əlaqəsi yoxdur. Qabarlı əllər adlandıra bilər, amma nəticə hissəyə aidiyyəti yoxdur. İnsanların kədərini, qəmini əks etdirmək vacibdir. Xeyr, əksinə. Yəni, qəm kədəri əks elətdirməklə bərabər həm də gələcəyə inam əks etdirmək lazımdır. D variantı, müsabiqədə şəhərin məşhur rəssamları iştirak edirdi. Xeyr, bununla bağlı hər hansı bir, yəni nəticə hissədə elə bir şeyə rast gəlmirik. Nəticə artıra bilmərik biz onu. Bu hadisə Səlimin yaradıcılığına yeni yol açdı. Bəli, yeni yol aça bilər. Necə aça bilər? Bax, məsələn, buraya əlavə edirik, yeni yol açdı bu hissəyə. Bax, bura əlavə edə bilərik və sonra dalınca da artıra bilərik ki, məsələn, Səlim bundan sonra çəkdiyi rəsm məsələlərində həm problemi göstərirdi, həm də gələcəyə inam hissini göstərirdi. 23-cü suala baxaq görək. Əsas mətnə çərçivə verilmiş mətnin üslubu, xüsusiyyətlərini əslində cədvəl. Burada bu buraxılış vərəqlərinizdədir, həmin o cədvəl məsələsi. İndi burada bilmirəm cədvəl, yəni mən görmürəm deyə 22-ci sualla bağlı təəssüf ki, izah verə bilməyəcəm. Çünki o dediyim kimi sizin buraxılış vərəqinizdə cədvəl verilir. O cədvələ sizin necə yazdığınızı artıq mən bilmirəm. Ona görə 22-ci sualla bağlı izah verə bilmirəm. Çünki sualın quruluşunu görmədən mən onu necə izah verim? 20-ci suala baxaq. Mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Bu mətn nə idi? Dünya hə toxum anbarı. Ehtiyat məsələsi. Mətni yazmaqda müəllifin əsas məqsədi. Baxaq. Dünya toxum anbarında qorunan əkinç yararlı toxum növlərindən bəhs etmək. Xeyr, bu nəyə lazım idi? Bu getdi. Bu mətndə əsas məqsəd nə idi? Bir ümumiyyətlə, dünya, belə deyək, dövlətlərinin gələcək üçün tədarükü məsələsini çatdırmaq, yəni gələcək üçün hazırlıqlı olmaq və belə bir anbarın olmağı haqqında məlumat vermək və belə bir anbarın gələcək üçün hansı əhəmiyyəti olacağını, yəni izah eləmək, belə bir şey olacaq. Baxaq görək, bu hansı variantda var? B-də yoxdur, C-də də yoxdur, D-yə baxaq, cavabımız olacaq D variantı. E-yə baxaq, anbarda toxumdan. Yox, bu E-də aid deyil. Bax, deyir ki, D variantda dünya toxum anbarı haqqında məlumat vermək, əhəmiyyətini göstərmək. Bu mətnin əsas məqsədi elə buydu. Dünya toxum anbarı haqqında məlumat vermək və onun əhəmiyyətini göstərmək. 23-cü sualda cavabımız olacaq D variantı. 24-cü sual. Deməli, nə deyir 24-cü sual? Biri dünya toxum anbarının təhlükəsizliyi üçün görülən tədbirlərə aid deyil. Baxaq. Toxumların çürüməməsi üçün anbar müasir texnologiya ilə bu aiddir, bu getdi. Bizə aid olmayan lazımdır. Bax, aid deyil deyir. 1 metr qalınlığındakı divarlar anbarı təbii fəlakətdən qoruya bilər. Bu da aiddir, var mətndə belə bir şey. Müxtəlif ölkələrin alimləri dünya toxum anbarında elmi tədqiqatlar aparırlar. Mətndə belə bir şey yoxdur. Dünya alimlərinin bu anbarda tədqiqat iş aparmaqla bağlı heç bir məlumat yoxdur. 24-cü sual, doğru cavabımız C variantı oldu. Keçək 25-ə. 25-ci sual. Mətnin tərkib hissələrlə bağlı uyğunluğu müəyyən edin. Deməli, giriş, əsas, nəticə. Bizə gəlim deyə sürüşdü. Giriş, əsas, nəticə. Yəni, baxın özüm uşaqlar. Girişə aid eləyə bilərik nəyi? Birə aid eləyə bilər. Bax, Edə deyir ki, təbii fəlakətlərin ağır nəticələrin qarşısını almaq üçün hər zaman yollar axtarılır. Bəli, bax, burada nə deyir? Giriş hissə budur. Giriş hissə, bax, buradan buraya qədərdir. Bax, belə, bax, bura giriş hissədir. Burada həmin məsələyə cavab var. 2-yə baxaq, 2-də toxumların yaradılması və şeylərin gələcəyi. Anbar milyonlarla toxum nümunəsi saxlamaq gücünə malikdir. Bəli, bax, burada gör nə deyir? Bu anbarda 4,5 milyona yaxın hər növ meyvə, tərəvəz, taxıl toxum nümunəsi saxlamaq mümkündür. Gördüyünüz kimi
Deməli, 2-də 2B. Sonra C-yə baxaq. Dünya toxum anbarı planetin bioloji müxtəlifliyini qorumaq məqsədilə güdür. Bəli, gördüyünüz kimi 4,5 milyon toxum növü var. Deməli, C də aid olacaq əsasa. Sonra D-yə baxaq. Dünyanın bir sıra ölkələri layihəni dəstəkləyir. Bəli, dünyanın bir çox dövlətləri layihəni dəstəkləyirdi. İlk başlanğıcda Afrika dövlətləri idi. Bax, burada var mətndə. Özünüz də baxarsınız. Bax, burada. Sonra Kolumbiya və s. Hindistan bir çox ölkələr, bəzi ölkələrdə əlavə olaraq qoşulur. Bu dünya toxum anbarına yardım eləməklə bağlı həmçinin xeyriyyətçilər də qoşulur. Deməli, 1-ə 2, B, C, D, 3-ə isə A qalır. Bir sözlə nə deməli 25-ci sualda doğru cavabımız olacaq A variantı. Deməli 3-də də oldu. Keçək 26-cı suala. Mətndə hansı suala cavab yoxdur? Dünya toxum anbarı kim tərəfindən yaradılıb? Bəli, elə bu suala cavab yoxdur. Dünya toxum anbarı kim tərəfindən yaradılmasından bağlı deməli bu sual məlumat yoxdur. Yəni bu suala cavab yoxdur. Deməli digər variantlar da getdi. 27-ci sual. Mətndə altından xətt çəkilmiş söz hansı cümlədə eyni mənada işlənmişdi? Altından xətt çəkilmiş söz görək hansıdır? Burada yer sözünün altından xətt çəkilir. Burada yer planet mənasını verir. Deməli baxaq görək planet mənasını. Yer biri var ayağımızın altı yeri, bir də planet kimi yer. Deməli, D variantına baxın bir dənə. Yer günəş sistemində həyat olan yeganə planetdir. Yəni yerin burada planet olduğunu ifadə edir. Deməli 27-ci sualda doğru cavabımız oldu D variantı. 28. Mətndə tündük hərflərlə verilmiş hansı sözün mənası səhv göstərilmişdi? C variantına baxın. Xeyriyyətçi sözü. Xeyriyyətçi sözü yardım eləyən bu mənaları verir. Hər hansısa bir layihəyə, hər hansısa bir insana olsun və s. Onlara yardım edən şəxsi bildirir. Yəni milyonçu mənasını bir ifadə eləmir. Deməli 28-ci sualda doğru cavabımız oldu C. 29-cu suala baxaq. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürür və bəşəriyyəti xilas edir. Fikrini mətnin nömrələnmiş hansı hissəsinə artırmaq olar? Baxaq görək Nuhla bağlı harda var? Baxın bu hissə bax, Nuh. Deməli işarələnmiş hissədə hansı hissədir? 2. Deməli 2 olan hissəyə artırmaq olar. 29-cu sualda doğru cavabımız oldu E variantı. 30-cu suala baxaq görək nədir? Mətn əsasən dünya toxum anbarının yaradılmasının əhəmiyyətini göstərən 2 fikir yazın. 2 fikir nə yaza bilərik? Məsəl üçün bir gələcəkdə hər hansısa bir fəlakət baş verərsə, ona belə deyim də, onunla bağlı indidən hazırlaşırdılar, tədbir görürdülər. Hani belə deyək, insanların yəni acından qırılmaması üçün, ölməməsi üçün tədarük görürdülər. Ambarda xeyli belə deyim, taxıl yığmışlar. Həmçinin tək qidalanmaları üçün yox, həmçinin bu təbiətdəki olan bu müxtəlif növ bitkilər ki var, onların da qorunub saxlanması üçün, gələcək nəsillərə ötürülməsi üçün də yəni tədbirlər görmüşdülər. Tədbir nə idi? Məsələn 4,5 milyon növ meyvə, tərəvəz, taxıl bitkilərinin, yəni toxumlarını saxlayırdılar. Gələcəkdə əgər hər hansısa bir daşqın və yaxud quraqlıq və yaxud zəlzələ, hər hansısa bir güclü bir fəlakət baş verərsə, yəni bu bitkilərin növlərini də saxlayıb gələcək nəsillər ki var, onlar da bundan faydalansınlar. Yəni bu tipli fikir yazsanız bu 30-cu suala cavabınız deməli olacaq doğru. Və bu günlük bu qədər. Əziz şagirdlər, əziz abituriyentlər, bir daha özümü təqdim edeyim. Mən Malik Abbasov, Azərbaycan dili və ədəbiyyat müəllimi. Bu tipli dərslərin davamlı istəyirsə, davamlı olaraq izləmək istəyirsə, kanalımıza abunə olun və bildirişlər hissəsini açın, aktiv edin və dərslərimizdən faydalanın. Həmçinin biz kanalımızda bir çox sınaqları paylaşırıq və paylaşacağıq. Bu növbət tədrislərin ümumiyyətcə bu daha da sistemli olacaq. Həmçinin video dərslərimiz olacaq. Dərslərimizdən faydalana bilərsiniz. Sağ olun. Bu günlük bu qədər. Kanala da bir dənə oradan abunə olarsınız. Təşəkkürlər.